Bu qəlb elə bir şeydir ki, onun hamısını Allahdan başqasına vermək olmaz. Qane eləməyəcək. Qəlb atacaq onu. Bu qəlb o qədər böyüdür ki, başqa nəyəsə bağlandınsa, yoracaq səni. Qəlbin istədiyini verməyəcək. O pərişan adamlar var, görsən, yorulub, ona qəlb verir, biraz məşğul olur, gör ki, yox, balacadır. Qopur ondan, qopmaq da ağrılıdır axı. Birindən qopmaq kin gətirir, küdurət gətirir. Birləşir o birine. O dost vəfasızdır, bu dost filandır. Elə bilir ki, dostlar bunun qəlbinin istədiyini verəcək. Görür ki, yox, axırda məyus qalır. Bu qəlbin bir dostu var. Bu qəlbin ölçüsündə bir varlıq var. Buyurur ki, qəlbul mümin ərşur rəhman. Müminin qəlbi Allahın ərşidir. Qəlb o zaman aram olur ki, müştərisini tapır. Ölçüsündə olan birini tapır. Allah'tan başqa bu qəlb üçün hər şey kiçikdir, hər şey balacadır. Allah Musa aleyhissalama deyir ki, yer və göyə sığmıram, amma mömin bəndəmin qəlbi mənim yerimdir. Gör, qəlb nə qədər əzəmətlidir, nə qədər böyüdür. Bu qəlbi Allahla yola gətirmək, Allahla doldurmaq mütəmadi diqqət tələb eləyir, diqqət istəyir. Hər an bu yavaş-yavaş daxil olur qəlbə. Elə ki, o qəlbə daxil oldu, ondan sonra gəl həyatın keyfiyyətinə bax. Allah haqqı bizim aramızda, mən indi yəqin ki var, adamlar var, məst yaşayır, keyflə yaşayır. Cismi bizim yanımızdadır, ruhu başqa fəzadadır. Ləzzət alırlar, yaşamaqdan ləzzət alırlar. Mən bir yerdə oxumuşdum, deyəsən hədis idi bu, qorxuram indi deməyə, amma dəqiq bu 90% ehtimal verirəm hədis idi. Olmasa da ariflərdən birinin sözüdür. Deyir, arifin dünyada aldığı ləzzət digərlərinin cənnətdəki ləzzətindən artıqdır. Təsəvvür edin, adam hara gedib çata bilər. Cənnət deyirəm sizə, o cənnət ki, Allah onu tərifləyir. Adam bir yerə gəlir, çatır ki, dünyadan aldığı ləzzət oradakı ləzzətdən artıq olur. İfadəyə gəlmir. Dünən elə həmin o hədisdə oxudum. Nəsə bir hikmət varmış ki, o təsadüfən o kitabı vərəqləyirdim. Dostlarından danışır İmam Sadiq. İmamlar nadir halda çox emosional danışarlar. Əslində imamlar atifi varlıqlardır, sadəcə tənzimləyirlər də o hallarını. Bunlardan danışır, deyir, ah, ala qulubin xuşiyyət nura. Deyir, ah, onların qəlbi necə nurla doludur, nurla dolub daşır. İmam emosiyasını gizlədə bilmir ki, necə nurani qəlbləri var o insanların. Hansı qəlblər? O qəlblər ki, sahibini tapıb. Bunun üçün də daimi müraqibət lazımdır. Müraqibət nədir? Daim diqqət. Allahla münasibətdə olmaq. Biz gəlməmişik 5-10 dənə yaxşı iş görüb, 3-4 dənə yaxşı ibadət yerinə yetirməyə. Biz gəlmişik ki, hər saniyəmiz Allahla olsun. Bunun mənası bu deyil, işimizi, gücümüzü ataq. Keçən dəfə dedim, bir də şərh eləyirəm. Səhər durdum yuxudan, ilahi, indi məndən nə istəyirsən? Deyir ki, namaz istəyirəm. Baş üstə, indi nə istəyirsən? Dəstəmaz. Getdim, sənin üçün dəstəmaz aldım. Gəldim, dayandım üzü qibləyə, Allahu Əkbər, sənin üçün eləyirəm, sən istəyirsən. Namazı bitirdim, indi nə istəyirsən? Yaxşı olar filan zikirləri deyəsən, baş üstə, sənin üçün elədim bunu. İndi nə istəyirsən? Məsələn, gün çıxanacan filan əməl elə, məsələn. Sonra 1-2 saat istəyirsən, dincəlim, baş üstə, gedirəm yatmağa. Sən demirsən, gedim yatım. İndi nə istəyirsən? Durum, işə gedim, baş üstə. Sən deyirsən, gedim. İndi mən işdə olmalıyam. İndi meçidə getsəm, səhv eləmişəm. Bax, burada təqva ilə başqa şeyin fərqi bilinir. O biri deyir ki, meçiddə yaxşı işdə gedir, yox. Mən indi işdə olmalıyam, 9-da işdə olmalıyam, sən istəyirsən, baş üstə. Mən indi meçiddə getsəm, günah iş görmüş olaram. Çünki mən indi meçiddə olmalı deyiləm, indi mən işdə olmalıyam. İndi məsələn, işə getdim, filan kəslə görüşdüm, filan sözü danışdım, filan işi gördüm. Hamısını sən istəyirsən məndən, nə ki eləməliyəm, sən istəyirsən. Hər saniyə belə. İndi gün orta azanının vaxtıdır. İşdən ayrılmalıyam baş üstə, dəstəmaz almalıyam baş üstə, üzü qibliyə dayanıb sənə ibadət eləməliyəm. Sonra nə eləməliyəm? Nahar eləməliyəm. Sən deyirsən deyə yiyirəm. Belə yox ki, acıdım yiyirəm, yox. Sən deyirsən ki, indi gələsən nahar eləyəsən baş üstə. İndi 2 saat dincələsən baş üstə. İndi, məsələn, gedib əlizi yuyəsən, ətir vurasan, təmiz paltar giyinəsən. Bax, həyat bağlanır ona. Hər saniyəsi. Təqvalı yaşamaq belədir.
Yoxsa ki, yaxşı işlər görürüm, yox. Nə istəyirsən, sən təkcə onu denəm, mən onu icra edeyim, onu yerinə yetirim. Bu qəlb qabını Allahla doldurmaq üçün onu mütləq qorumaq lazımdır. Çox vaxt almaq istəmirəm. 10-15 dəqiqəyə sözü bitirim. Allaha adət eləyək, Allahla münasibətə adət eləyək. O qədər təkrar eləyək Allahla, bu məntiqlə yaşayaq, təkrar, hər an deyə ilahi sən nə istəyirsən, buna adət eləyəndən sonra rahatlaşır yavaş-yavaş. Namaz niyə görə təkrardır? İstəyir adət eləyək. Ünsiyyət yaransın. Təkrar hər gün eyni halları təkrar elə. Adət halına düşsün. Bəzi adamlar var, adəti pis qəbul edir. Deyir, adət yaxşı şey deyil axı. Bilirsiniz, adət müqəddimədir. Və məsələn, sən bir vaxtda durmağa yuxudan adət edirsənsə, o yaxşı şeydir. Sən həmişə filan saatda durursan, ondan sonraki Allah artıq səndən asıldır. Sən durub nə edəcəksən, hansı halda münazirət edəcəksən. Amma müəyyən saatda durmağa adət eləmək sənin mənəvi kəmalıva bir müqəddimədir. Avvidu ənfusakum bil xeyrat. Əleyhissalam buyurur ki, özünüzü, ruhunuzu yaxşı işlərə adət etdirin. Adət halına salın. Təəssüf olsun ki, biz pis şeylər adət eləmişik. Biz bir ömür adət eləmişik, hər şeydə mənfəətimizi düşünək. Adam var, adət eləyib artıq. O deyir, məsələn, filan peşənin sahibini adamlar manatlar kimi görünür. Məsələn, həkimdir, məsələn, bəzi adamlar aid, 50 manat deyir, gəldi, məsələn. Adama manat kimi görür. Birinci baxışında mənfəət görür. Məsələn, bir taksi sürücüsüdür, məsələn, 5 manat kimi görür. Adət eləyib də, birinci baxışı mənfəətdir. Mənfəət gözü ilə baxır. Adam var, adət eləyib ki, birinci beyninə gələn budur. Nə deyərlər? Nə deyərlərlə ömrünü puç eləyib. Birinci sual, adət eləyib də bu suala. Hər bir iş görən nə deyərlər mənə? Cəmaat nə deyər? Adamlar adət eləyib cəmaatın əlindəkinə baxmağa, paltarına baxıb həsrət çəkməyə. Bunlar hamısı adətlərdir. Bəzən biz çox pis adam deyilik, adət edirik, özümüzü xarab edirik. Təqvaya özümüzü adət elətdirməliyik. Adət çox mühümdür. Adətlər axirətdə də yaxamızdan əl çəkmir. Cəhənnəmdə də adətlərimizin məngənəsində sıxılırıq. Mənim sözüm budur ki, mən özüm kiçik adamam, amma böyük söz danışıram. Heç bir təvazökarlıq da eləmirəm. Allah da məni tanıyır. Sadəcə olaraq bu sözləri danışıram ki, eşidib əməl eləyərlər birdən. Kimlərsə əməl eləyər. Ondan mənə də bir pay düşər. Allaha adət eləyək. Adam Allaha adət eləyəndə aram olur. Ruhu da aram olur, cismi də aram olur. Əla biz zikrillah tətməinnül qulub. Qəlblər Allahı yad etməklə aram olar. Yad etmək bu deyil ki, təsbih götürək, yad etmək budur ki, hər an sən məndən nə istəyirsən. Sənin üçün ən keyfiyyətli şəkildə onu eləməyə çalışacağım. Belə adamların cismi də sağlam olur. Ariflərin həyatına baxırsan, görürsən ki, 90 yaşı var, həkimlər müayinə edir, bir cavan insan bədənidir. Aramdır da çünki. İstirab nəyə görə çəksin ki? Biz istirab nəyə çəkirik? Ay Allah, mənə nə deyərlər? Ay Allah, orada mənə tənqid elədilər. Burada mənim üçün status yazdılar mənim əleyhimə. Burada falan oldular, mən narahat oluram. 100 dənə, onun hamısına azaddır. O bir nöqtəyə, bir mərkəzə bağlanıb. Enerjisini bir səmtdə sərf eləyir. Biz sərf eləyirik, o ilə aramızı düzəldək, bu ilə düzəldək. 100 dənə yerə enerji sərf eləyirik, güc qalmır bizdən, haldan düşürük. Ona görə baxırlar, deyirlər, nəsə qanı qara gəzirsən, nə bütün günü. Nəsə narahatsan, nəsə narahatçılığın var. İnsan Allaha təslim olsa, Allahla münasibətinin keşiyində dayansa, ondan sonra keyf başlanır, mənəvi ləzzət aləminə insan daxil olur. Buyurur ki, فَأَنْزَلَ اللّٰهِ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ Allah deyir, onların qəlbinə aramlıq verir, Peyğəmbərə və müminlərin qəlbinə. وَأَلْزَمَهُمْ kəlimətü təqva. Və deyir, təqva onların həyatında bir zərurət olur. Təqva, həyatın hər anını Allahın istədiyini etməkdir. Ən azı buna çalışmaqdır, ən azı bunu arzulamaqdır. Axırda bunu deyim ki, bilirsiniz, insan ki, bax, Allah kömək eləsin, çatdıra bilin bu şeyi. İnsan ki, başlayır Allahla münasibətlərə,
Hə? Məsələn, hər dəqiqəsi üçün, hər anı üçün çalışır ki, görüm Allah məndən nə istəyir. Bu proses ki, başlanır. Bizim ruhumuzun özümüzdən gizli böyük bir hissəsi var. Ruh çox böyükdür və mürəkkəbdir, onun tinləri, dalanları çoxdur, güşələri çoxdur. O küncündə bir pisliyi gizlənib, bu gün özümüzün də xəbərimiz yoxdur. Biz bu prosesi başladıqca, biz qəlbin üzə çıxması qiyamət istəyir. Qiyamət niyə görə əzəmətlidir? Qiyamət çalxalayır, bu ruhu üzə çıxarda bilir. Deməli, bu ruhun çalxalanması üçün bir dənə qiyamət lazımdır. Yevmə tubuləs sərair. Bu nə qədər əzəmətli bir ruhdur ki, yeri, göy gərək bir-birinə dəysin ki, bu ruh çalxalansın, içini üzə çıxartsın. Qiyamət günü hamı öz sirri ilə tanış olacaq. Qiyamət günü sirlərin, ruhun o dibində olan özümüzdən gizli nöqtələrin üzə çıxdığı bir gündür. Qiyamət lazımdır, amma dünyada necə baş verir? Sən ki, Allahla münasibət qurursan, yavaş-yavaş münasibətin istiləşir. Allah başlayır hadisələrlə ruhuvu çalxalamağa. Bir hadisə çıxardır qabağa, ruhun çalxalanır. Hansı? O hadisənin sənin içində olan bir mənfi meylindən mütənasibliyi var. Bilirsiniz, hər bir hadisənin. Gəlir sənə, birdən bu hadisə çıxardır, deyirsən, ilah, mənim qəlbimdə bu da var imiş, o pisliyi üzə çıxardır. O ilə mübarizə aparsan, təmizləndin, bir dənə hadisə çıxardır, növbəti pisliyin üzə çıxır. Bundan məyus olmaq lazım deyil. Nə oldu, birindən qutardın, birini xeyr, bu proses davamlıdır. Sən çalxalandıqca ruhun təmizlənir. Sən o ilə amma adam da var 50 il yaşayıb, hələ 5 dənə pisliyinə mübarizə aparıb qutara bilməyib. Qalıb alt qatda nə qədər pis qoxu verir. Özünün də xəbəri yoxdur. Dibdə də axı. Sən bu üzdəkiləri düzəltdikcə, təmizləndikcə, növbəti mərhələdə, növbəti imtihanlar, növbəti hadisələr ruhun iç qatından biri də çıxdı bir pislik üzə. O ilə mübarizə apardın, getdi, biri də çıxdı. Həyat belədir. Amma biz elə, mənim 47 yaşım var, hələ də mən elə 5 dənə pisliklə mübarizə aparım. Xeyli hissəsi yatıb qalıb içərdə. Bu yırtıcı bir heyvan kimidir nəfsdə o, mənfiliklər. Hazırdır səni parçalasın. Sadəcə olaraq hadisə gəlir, onu təhrik edir, üzə çıxardır, sən o ilə vuruşursan, Allah əlindən tutur, onu məğlub edib, həlak edirsən, gedir, bir başqa yırtıcı heyvan içindən çıxır. Hadisə ilə bir gəlir, onu oyadır. Hadisələr gəlir, onu yuxudan oyadır, o yırtıcını. Düşür sənin canlı, sonra ilə mübarizə aparsan, o mübarizə də tək başına bacarmırsan. Həzrət Yusuf deyir ki, İnnən nəfsəl əmmarətun bissu, nəfs insanı pisliyə çəkir, İlla ma rahimə Rabbi. Demir ki, kimlər amandadır, ancaq Allah rəhm eləyən adamlardan başqa. Demir, ancaq filan gecə namazı qılanlar, yox, Allahın əlindən tutursa, Allah istənilən pisliyi vurub əzə bilir. Allaha sığınırsa insan.